12 dekabr sadə bir insanın xatirəsi yad edilmir. Bu tarix Azərbaycan xalqı üçün bir dövrü, bir eyranı, bir millətin taleyində dönüş nöqtəsini ifadə edir. Bu gün biz Ulu Öndər Heydər Əliyevi həyatını Azərbaycanın varlığına, gücünə, müstəqilliyinə əsr etmiş böyük bir şəxsiyyət tanırıq. Onun rəhbərliyə gəldiyi 1969-cu ildən etibarən Azərbaycanın taleyi dəyişdi. Gerdə qalmış bir respublikanı inkişaf edən, özünə inanan bir xalqa çevirdi. Ən çətin illərdə, 1990-cı illərin sınaqlarında xalqını tək buraxmadı. 1993-cü ildə millətin çağırışı ilə hakimiyyətə qayıdaraq ölkəni dağılmaqdan xilas etdi. 1994-cü il əsrin müqaviləsi Azərbaycanın gələcəyini müəyyən etdi. Ölkəni dünya enerji xəritəsində söz sahibinə çevirdi. Heydər Əliyevin uzaqgörən siyasəti 44 günlük zəfərdə və suverenliyimizin tam bərpasında öz bəhrəsini verib. O bu dünyadan köçsə də, yaratdığı dövlətçilik ənənəsi, güclü Azərbaycan ideyası yaşayır və hər birimizə yol göstərir. Çünki Heydər Əliyev heç vaxt getmədi. O xalqın yaddaşında, dövlətimizin təməlində qaldı. Bu gün Ulu Öndərin xatirəsini ehtiramla anır, onun yoluna sadiqliyimizi bir daha ifadə edirik. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan.